Gəlin bugün birlikdə çox fərqli bir hekayəyə, Yaranış adlı bir mətndən ilhamlanan müasir bir yaradılış mifologiyasına səyahət edək. Həqiqətən də çox maraqlıdır. Hekayəmiz bax bu güclü cümlə ilə başlayır. İlkdən, ilkəm, mən özüməm. Gəlin, bu unikal kosmologiyanın dərinliklərinə baş vuraq. Bilirsiniz, bir çox hekayə heçliklə başlayır, amma bu elə deyil. Bu hekayə boşluqda tək olan, şuurlu bir yaradanla başlayır. Hekayəmiz təbii ki, hər şeyin başlanğıcıyla, kainatın özünün yaranmasıyla başlayır. Yəni təsəvvür edin, başlanğıcda sadəcə yaradan var. O, özündən bir işıq saçır və qaranlığı parçalayır, beləcə də ilk məkanlar yaranır. Bu, bildiyimiz mənada boşluq deyil, əslində bir mövcudluq idi. Yaradanın öz varlığı, yaranacaq hər şey üçün sanki bir xammal, bir ilkin material idi. Mətin bizə kainatın yaranmasını 6 fərqli dövrə və ya mərhələyə bölərək izah edir. Bu, təsadüfi bir partlayış yox, yaradanın iradəsi ilə idarə olunan tamamilə nizamlı bir prosesdir. Baxın necə baş verir. 1. Qaranlıq işıqla parçalanır. Sonra məkanlar yaranır və öz sərhədlərini tapır. 3 dövr ərzində toz və qaz hərəkətə gəlir. Sonra kometlər kimi kiçik cisimlər sıraya düzülür. Planetlər öz paylarına düşən işığı alır və nəhayət 6-cı dövrdə bütün kainat ahəngdar, mükəmməl bir hərəkətə başlayır. Və 6 dövr bitdikdən sonra 7-ci bir dövr gəlir. Amma bu, adətən eşitdiyimiz kimi bir istirahət dövrü deyil, heç də yox. Bu, kainatın sükutu adlanır. Hər şeyin tam bir harmoniyaya, mükəmməl bir birliyə çatdığı o an. Bax, bu mükəmməl birlik hissi bizi ahəng anlayışına gətirir. Bu, bütün bu kosmologiyanın təməl daşıdır. Yəni, kainatdakı hər şey, planetlərdən tutmuş ən kiçik zərrəciyə qədər bir-birinə məhz bu ahəng, bu ilahi harmoniya prinsipi ilə bağlıdır. Yaxşı, kainat quruldu, ahəng yerini aldı, indi isə səhnəyə ilk şuurlu varlıqların çıxma vaxtıdır. Və bu varlıqlar müqəddəslər adlanır. Onlar birbaşa yaradanın saf işığından yaranıblar. Amma diqqət edin, bunlar bizim bildiyimiz mənada mələklər deyil. Onlar daha çox yaradanın şuurunun ilk təzahürləri, ilk ifadələri kimidirlər. Təsəvvür edin, ağ libaslar içində yeni yaranmış kainatda tamamilə sərbəst hərəkət edən işıq varlıqları. Mətin boyunca bax bu cür simvollara da rast gəlirik. Bunlar, bu mürəkkəb kosmologiya ideyalarını daha yaxşı anlamaq üçün bir növ vizual açarlardır. Gəlin onların xüsusiyyətlərinə biraz daha yaxından baxaq. Deməli, onlar saf ağ işıqdan yaranıblar. Ağ libas geyinirlər, kainatda sərbəstcə səyahət edirlər. Paklıq içində yaşayırlar. Yeməyə və ya yuxuya ehtiyacları yoxdur. Və yaradanın icraçıları kimi xidmət edirlər. Yəni, əslində onlar maddi deyil, tamamilə saf enerji varlıqlarıdır və yaradanla qırılmaz mütləq bir əlaqədədirlər. Ancaq bu mükəmməl harmoniya və birlik hekayənin sonu deyildi. Əksinə, hekayənin axarını tamamilə dəyişəcək bir hadisə baş vermək üzrə idi. Beləliklə, müqəddəslərdən bəziləri yaradanın onlara bəxş etdiyi o gücü öz daxillərində hiss etməyə başlayırlar. Və bu, onların mənbədən, yəni yaradandan bir qədər uzaqlaşmasına səbəb olur. Amma burada çox incə bir məqam var. Bu bir üsyan deyil, yaradana qarşı çıxmaq əsla deyil. Bu, sadəcə bir özünü dərk anıdır. Və məhz bu dərk onlarla mənbə arasına bir məsafə qoyur. Baxın, yaradanın buna reaksiyası necədir? Mənim baxışımdan, rəhmimdən uzaq olmadılar, kainatlara uzaq oldular. Yəni, cəza yoxdur. Əksinə, bu uzaqlaşmış ruhlar üçün yeni bir plan, bir missiya başlayır. Öz mənşələrini, öz mənbələrini yenidən kəşf etmək üçün bir səyahət. Və bu səyahət mərhələlərlə baş verir. Əvvəlcə ayrılıq yaşanır, sonra onlar tam 30 dövr ərzində yaradanın o birbaşa huzurundan uzaqda qalırlar, növbəti 40 dövrdə isə onlar xüsusi bir missiya ilə yeni yaranmış bir dünyaya göndərilirlər. Və gəliş, onlar bu yeni məkana, birliyə doğru səyahətlərinə başlamaq üçün təyin olunurlar. Yəni, bu hədəfsiz bir səyahət deyil. Əksinə, sonradan bizim yer kürəsi adlandıracağımız dünyaya doğru yönləndirilmiş bir missiyadır. Beləliklə, bu kosmik səyahətçilər öz yeni evlərində çatır. İndi gəlin baxaq, bu hadisə bəşəriyyətin yaranmasına necə gətirib çıxarır. Onlar yeni dünyaya çatanda, o ruhani müqəddəslər yavaş-yavaş dəyişməyə başlayırlar. Onların işıqdan olan o ağ libasları fiziki bədənlərə çevrildikcə sanki torpağın rəngini alır. Bax, bəşəriyyətin yaranma hekayəsi məhz budur. O ilahi işıq varlıqları maddiləşir və fiziki dünyanı ilk dəfə təcrübə etməyə başlayırlar.
Və mətnə görə onlar maddiləşsələr də öz ilahi mənşələrini tamamilə itirmirlər. Hər bir canlının, xüsusilə də hər bir insanın ruhunda Yaradanın o ilk işığından bir qığılcım, bir zərrə qalır. Bu zərrə bizim həyatımızın və şuurumuzun mənbəyidir. Bəşəriyyət isə iki yarıdan ibarət təsvir edilir. Kişilər Yaradanın o birbaşa, tək enerjisini, yəni işığı təmsil edirlər. Qadınlar isə ahəngdən yaranıblar. Onlar kainatın o mürəkkəb, birləşdirici harmoniyasını təcəssüm etdirirlər. Baxın, bu kosmologiyanın ikili anlayışına nə qədər gözəl bir baxışdır. Onlar eyni deyil, bir-birini tamamlayan iki kosmik qüvvədir. İşıq və ahəng və ancaq birlikdə tam bir bütövlük yaradırlar. Və cəmiyyət də belə yaranır. O ilk müqəddəslər yeni dünyada bir-birlərini tapırlar. Yaradanın göndərdiyi həmkarları olan qadınlarla görüşürlər. Dünyaya gələn ilk uşaqlar Yaradanın bir hədiyyəsi kimi görülür. Dil tək bir ortaq kökdən, sözdən yaranaraq inkişaf edir. Və cəmiyyət, birlik və o ilkin mənşəyi xatırlamaq üzərində qurulmağa başlayır. Yəni dil, ailə, mədəniyyət, hər şey o ortaq kosmik yaddaşdan güc alır. İlk başda hər şey sülh və birlik içində idi. Amma bu harmoniya əbədi davam etmədi. Səhnəyə bir kölgə düşmək üzrə idi. İndi ağla belə bir sual gəlir. Elə deyilmi? Əgər bəşəriyyət işıq və ahəng kimi müsbət qüvvələrdən yaranıbsa, bəs onda münaqişə, nifaq haradan gəldi? Mətnə görə cavab bəşəriyyətin öz içində deyil, kənardadır. Səhnəyə tamamilə yeni bir anti-qüvvə daxil olur. Mətn bunu qara varlıq adlandırır. O, kainatın kənarındakı qaranlıqdan gəlir və yeganə məqsədi insanlar arasına nifaq toxumları səpməkdir. Bəs bu qara varlığın məqsədləri nədir? Baxın, o insanın içindəki o ilahi qığılcımı, yəni zərrəni söndürməyə çalışır. İnsanların Yaradanla olan əlaqəsini kəsmək istəyir. Parçalanma, sərhədlər, münaqişə yaratmaq. Bəşəriyyəti cəhalət və materializm tələsinə salmaq. Və ən əsası insanlara o möhtəşəm ilahi mənşələrini və əbədi ruhlarını unutturmaq. Yəni qısacası onun bütün məqsədi o kosmik ahəngi pozmaqdır. Və bütün bunlar bizi son bir suala gətirir. Bizim mənşəyimiz haqqında olan bu hekayə bizim bugün məna axtarışımızı necə formalaşdırır? Yaranış mətni əslində bizə ilkin günah konsepsiyasına əsaslanan bir hekayə təqdim etmir. Əksinə, bu, unutqanlıq qüvvəsinə qarşı daimi bir xatırlama missiyasıdır. Bu, hər birimizin daxilindəki o zərrə, o işıq ilə xaricdən gələn kölgə arasında gedən əbədi bir mübarizə hekayəsidir.